Biz öz şərəfli keçmişimiz haqda heç nə bilmirik. Siz heç bilirdiniz ki, ən qədim mənbələrdə Xaldey deyəndə Xirat Atabəklər ailəsinin pir seyidləri nəzərdə tutulurdu. Möcüzələr göstərə bilən bu müqəddəslər həm də Midian maqları adlanırdı. Həqiqətən biz öz şərəfli tariximiz haqda heç nə bilmirik. O zaman diqqətlə qulaq asın ki, qədim həqiqətlərdən xəbərsiz, bilmədiyini bilməyən cahil tarixçilər, dinşünaslar və filosoflar sizi də cahil yerinə qoymasınlar. Hamı bilir ki, Xaldeylər şərqdən gələrək Xaldeyada başı göylərə çatan Babil qülləsi tikmişlər. Lakin heç kim bilmir ki, Babil, Babilon və Şərq rəmzi altında Albaniya nəzərdə tutulur. Bu başı göylərə çatan Alban qülləsini də Xaldey adlanan Xelatlılar, yəni Azərbaycan Atabəklər ailəsinin əzdadları tikmişlər. Qüllənin başında da ölümsüzlük qazanmaq üçün Quranda Xült adlanan cənnət yaratmışlar. Bu Xült cənnətinə düşən pir seyidlərin ruhları Asiris, yəni Azər Allahına çevrilirdi. Ölümsüz Xilat Atabəklər ailəsini Allah özü yaratmış, qalan adi insanların yaradılmasını isə Allah onlara tapşırmışdı. Atabəklər nəsli mətnlərdə yer insanlarından fərqli olaraq göy insanları, kamil insan nəsli adlanırdı. Adi insanların ilahi sirləri bilməməsi üçün Atabəklər bütün qədim yazıları özlərinin xüsusi dilində, Quranda Süleyman Peyğəmbərin quş dili adlanan dildə yazmışlar. Bu dili bilməyən insanlar heç vaxt qədim yazılarda söhbətin nədən getdiyini anlaya bilməz. Xalqımız bütün bu sirlərdən xəbərsizdir. İnsanlarımız heç onu da bilmir ki, Xilat müqəddəsləri Tövratda Midiyanın Gəlad İsmailləri adlanır və Allah İncildə bu Gəladı mənim Gəladım adlandırır. Bütün Yahudi və Xristian yazıları Xilatın bu Gel oğullarına əsr olunmuşdur. Xristianlıqda və İslamda Allah əvvəl və axırdır dedikdə, əvvəldə gəlmiş Atabəklər ailəsinin banisi Ra-Amon, yəni Rəhman Allah və axirətdə buradan çıxacaq Mehdi nəzərdə tutulur. Rəhman Allah məhz Xilatdan ərşə yüksəlmişdir. Rusların axirətdə gələcək Kalyada Allahı da elə Gəlad Allah mənasındadır. Qədim dünyanın bütün padşahları, kral və imperatorları, Azəri pirbəcləri, peyğəmbərləri isə Azəri seyidləri nəslidir. Daha təəccüblü fakt odur ki, biz Xilat pir seyidləri nəslinin ən qədim mənbələrdə Poseidon Allahının Kleytadan olan nəsli olmasını da bilmirik. Onların Xilat göylərində yaratdığı Xült cənnəti elə göydəki Atlantida adası mənasındadır və göydəki bu dünyanı saxlayan Atlas dağı da pir seyidlərin Talış dağıdır. Bütün Avropa mədəniyyətini yaratmış keltlər də Xilatdan dünyaya ağalıq üçün səpələnmiş Xilatlılardır. Bir zamanlar möcüzələr göstərə bilən Xilatın pirbəclər, seyid şıxlar nəslinin törəmələri bugün bilmirlər ki, onlar bəclik məqabında doğulduğu və ilahla vəhdətdə olduğu üçün ilahi qüdrətə sahib olmuşdular. Qədim Yahudilər Yahve, Yegova, İranlılar Baqa, Ruslar Bog və s. dedikdə Xilat bəclərini nəzərdə tuturdular. Qədim Misir mətnlərində bu Xilat xaldeyləri teurqlar, yəni magiya ilə göydə ilahdan Allah yaratmış türklər adlanırdılar. İran mənbələri bu pir Firon nəslini Farmbak, Frataraka, yəni Firon Bək, Firon Türk adlandırırdılar. Xalqımız bunları və bundan da başqa sonsuz sayda sirləri bilmirlər və bilməyəcəkdilər də. Lakin siz mənim internet səhifələrimdəki Batini Quran və digər kitablarımdan və yüzlərlə elmi məqalələrimdən xəbərdar olsanız, xalqımızın əsl tarixini, dinini və fəlsəfəsini anlayarsınız. Biz öz kökümüzə qayıtmalıyıq və yalnız bu halda biz öz qədim qüdrətimizi və itirdiyimiz hər şeyi qaytara bilərik.